Salam, hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda 8-ci siniflər üçün keçirilən Respublika Fənn Olimpiadalarının suallarının izahı olacaq. Başlayaq birinci sualdan. Temperaturu 40 dərəcə Selsi olan 2 kiloqram kütləli suyu qaynama temperaturuna qədər qızdırmaq üçün ona minimum nə qədər istilik miqdarı vermək lazımdır? Suyun qaynama temperaturu 100 dərəcə Selsidir. Düsturumuz Cm delta T'dir. Cismi qızdırmaq üçün lazım olan istilik miqdarı. Suyun xüsusi istilik tutumunu qeyd ediblər ki, 4200-dür. Kütləsi 2 kiloqramdır. Delta T'də ki, 100-ə çatdırmaq lazımdır da. Normal atmosfer təzyiqində qaynama temperaturu 100 dərəcə Selsidir. Bu da olacaq 4200 vur 2 vur 100-dən də 40-a çıxanda 60. Cavabımız olacaq 504.000 joule, yəni 504 kilojoule B variantı. Birinci məsələdə verilmiş suyu qızdırmaq üçün minimum nə qədər kerasin lazımdır? Aha, kerasinin xüsusi yanma istiliyi. Deməli, xüsusi kerasin vasitəsilə biz həmin suyu qızdırmalıyıq və bizə lazımdır 504.000 joule enerji. 504.000 joule enerji lazımdır. Bəs kerasindən nə qədər enerji alırıq? QM-lə alırıq onu da. QM-lə. Məndən də onun kütləsini istəyir. Q-nü də verib. Deməli, Q-nü verib 42, mega 10 üstü 6-dır. M-i də bizdən istəyir. Yəni, biz burada istifadə edirik. Cm su delta T bərabərdir. Qm kerasin. Bax, belə bir, yəni çevrilmədən istifadə edirik. Kerasin yanır, ondan ayrılan istilik miqdarı da suyu qızdırır. M də bərabər olacaq 504.000 bölünsün 42 vur 10 üstü 6. Bu da olacaq 0,12 kiloqramdan aldıq. Yəni ki, 12 qram olacaq C variantı. Temperaturu 10 dərəcə Selsi olan 500 qram suya, temperaturu 70 dərəcə Selsi olan nə qədər su əlavə eləmək lazımdır ki, qərarlaşmış temperatur 40 dərəcə Selsi olsun? Aha, deməli, qərarlaşmış temperaturun düsturu necədir? C1, M1, T1 üstəgəl C2, M2, T2 bölünsün C1, M1 üstəgəl C2, M2. Eynidir də, hər ikisi sudur. Ona görə xüsusi istilik tutumları eynidir. C-ni ixtisar edə bilərsiniz. Aha, M1 500, T1 10 plus M2, T2 70, aşağıda da 500 üstəgəl M2. Bərabərdir neçə? 40 olmalıdır. Buradan deməli 15.000 alırıq. Bunlar ixtisar gedir. 15-i də 3-ə böləndə 5 alınır. 500. Eyni kütləli su götürüblərmiş. Heç qiymətlərə fikir vermirəm. Yoldaşlar, baxın, 10-dan 70-i toplayıb 2-yə böləndə 40 eləyir də. Deməli, kütlələri eyniymiş. Avtomobil yolun yarısını 30 km/saat sürətinin hərəkət etmişdir. Yolun ikinci yarısını hansı sürətin hərəkət eləməlidir ki, bütün yolda orta sürət 40 olsun? V1, V2 bölünsün V1 üstəgəl V2 ilə tapılır. 2 vurulsun 30 vur V2 bölünsün 30 üstəgəl V2 bərabər olmalıdır 40-a. İndi bunu hesablayaq. 60-dan 40-a çıxanda 20 V2 bərabər olacaq 1200-ə. Bu da eləyəcək 60. Metro qatarının sürəti T bərabər 5 saniyə müddətində V1-dən V2-yə qədər azalıbsa, tormozlanma təcilinin modulu A bərabərdir. V çıx V0 bölünsün T'dir. 72-də vuraq 18-də 5-ə, 54-də də vuraq 18-də 5-ə. Bu olacaq 20. Bu da olacaq 15. Aha, indi 15-dən 20-ni çıxmalıyıq, bölməliyik 5-ə. Bu da eləyəcək -1. Amma modulunu istədiyi üçün 1. Burada saniyədir, burada kilometr bölü saatda olmaz da, saatı saniyə ilə necə hesablayacaq? Ona görə çevirmək lazımdır. Başlanğıc anda aralarındakı məsafə 3 kilometr olan 2 avtomobil var. Nə qədər müddət sonra birinci avtomobil ikinciyə çatar? Görüş məsələsidir. Biz belə eləməliyik. T-ni tapmaq üçün aralarındakı məsafəni nisbi sürətə bölməliyik. 3 kilometrə metrə çevir. Bir də nisbi sürəti tap. 15-dən də ona çıxanda 5. Bu da eləyəcək 600. Cavabı mən saniyə ilə almışam. Dəqiqə ilə istəyir. 1 dəqiqə 60 saniyədir. Bunda 600 saniyə olacaq. 600 bölünsün 60. Bu da 10 dəqiqə. Oturacağının radiusu 30 santim, hündürlüyü 2 metr olan mərmər sütun üfüqi müstəvidə oturacağı üzərində yerləşdirdikdə səthə göstərilən təzyiqi hesablayın, sıxlığı da verib.
Aha, deməli 30 santimetr radius, hündürlüyü də 2 metr. Təzyiq. P bərabərdir F bölünsün S-dir. O da bərabər mj bölünsün S-dir. Rho VJ bölünsün S-dir. Rho V'nin yerinə yazacağıq pi R kvadratı vur H J. S-in də yerinə yazacağıq pi R kvadratı. Bunlar ixtisar gedəcək, qalacaq rho J H. İndi rho 2500'dür, J 10'dur, H'daki 2'dir. Bu da olacaq 50, 3 dənə də 0. Paskal idi. Bu da olacaq 50 kilopaskal. Sıxlığı rho olan polad kürənin sudaki çəkisi P su olarsa, spirtdəki çəkisini P su, rho su suyun sıxlığı və rho spirtin sıxlığı ilə ifadə edin. Aha. Kürənin sudaki çəkisi P sudur. Aha. Sudaki çəkisi P0 minus F Arximedlə tapılır. O da bərabərdir P0 minus F Arximedin yerinə Romayi sudaki deyir də rho su bölünsün rho polad yazaq. P0'ın mörtəzə xaricinə çıxarsaq 1 minus rho su bölünsün rho polad olar. Aha. Deməli, eyni şeyi spirtdəki çəkisi üçün yazsaq P0 1 minus rho spirt bölünsün rho polad olar. Birincidən P0'ı tapaq. P0 bərabər olacaq. P su bölünsün 1 minus rho su bölünsün rho polad. Onu da əvəz eləyək. Spirtdəki çəkisi P spirt bərabər olacaq. P0'ın yerinə yazaq. P su bölünsün 1 minus rho su bölünsün rho polad. Mörtəzənin içərisində 1 minus rho spirt bölünsün rho polad. Aha. Bunu bu şəkildə qeyd elədim. Mörtəzənin içərisində eyni qayda ilə həmin şəkildə qeyd eləmək istəyirəm. Rho polad. Burada da elə bir ki 1 var. Bu da olacaq rho polad çıxılsın rho spirt. Belə yazdım. Bölmək tərsinə vurmaqdır deyə bunu da yuxarı qaldıraq. Aha, belə bir şey aldım. Rho polad çıxılsın rho su buradadır. Spirt də buradadır. Biz bunları ixtisar edə bilərik də. Deməli, bunlar getdi. Geriyə qalacaq P su, kəsir xətti, rho polad çıxılsın rho spirt, rho polad çıxılsın rho su. Belə bir şey aldıq. Rho polad çıxılsın rho spirt, rho polad çıxılsın rho su. C variantı. X oxu boyunca düz xətlə hərəkət edən cismin koordinat zaman qrafiki verilib. 8 saniyə müddətində cismin yola görə orta sürətini tapın. V orta bərabər olacaq zaman 8-dir, yolu da tapaq. Deməli, buradan çıxdı bura. 6-dan gəldi 18-ə. 18-dən 6-na çıx. 12 metr yol. Sonra buradan təzdən qayıdır. 18-dən düşdü 0-a. Deməli, bir 18 metrdə yol getdi. Sonra buradan gəldi, bax, mənfi 18-ə. Mənfini götürmə. Çünki yol mənfi olmur. Belə, mənfi 18-ə gəldi axı. Belə çıxır ki, 12 üstə gəl 18, üstə gəl 18. Ümumi bu qədər yol. Bu da olacaq 48 böl 8, elədi 6. 10-cu suala bax. Uzunluğu 10 santim olan elastik yay şaquli vəziyyətdə tavandan asılmışdır. Ondan 6 kiloqram kütləli yük asdıqda yayın uzunluğu 20% artır. Deməli, əvvəl L0 idi, 20% artdı, 100 idi, oldu 120. Yəni, 1/10-dakı L0 oldu. Yayın sərtliyini hesablayın. 6 kiloqram kütləli yük asdıqda. Elastiklik qüvvəsinin qiyməti 6 kiloqram kütləli yük asdıqda MJ ilə tapsaq 60 Newton olur.
Əvvəl uzunluğu 10 sm idi. Sonra olacaq 1/10 vurulsun 10, yəni 12 sm olacaq. Uzanma 2 sm olmuşdur. Onda K da bərabər olacaq F elastiklik bölünsün X. 60'ı böləcəyik. 2 sm metrə çevirsə %2-yə. Yəni 3 kN bölünsün metr. Şəkildə M1 və M2 kütləli cisimlərdən sürtünməsiz bloklardan və uzanmayan sapdan ibarət sistem göstərilib. M2 kütləli cismin kütləsi 1 kq-dırsa ağırlığı 10 N olacaq. Sabit sürətlə aşağı hərəkət etməsi üçün M1 4 kq cisimlə üfüqi səth arasında müsürtünmə əmsalı neçə olmalıdır? Aha. Sabit sürətlə aşağı hərəkət edirsə, deməli, burada da 10 N var da. Axı V konstantdır. Yəni F əvəzləyici 0-a bərabərdir. Deməli, burada 10 N düşməlidir. Yəni, burada 10 N düşməlidir. Onda biz M1J-ni bərabər eləməliyik 10-a. M də bərabər olacaq 10 bölünsün M1 4, J-də 10. Bu da eləyəcək 4-də 1. Yəni ki, 0-dan %25. Dörtlükdəki kinetik enerjisi. YK bərabərdir. Yerə nəzərən potensial enerjisinin 2 dəfə böyükdür. YK bərabərdir 2YP yazaq. O da bərabər 2M J 10'dur, H da 10'dur. Belə. Yəni YK bərabər olacaq. M vurulsun 200. Belə. Cismin maksimal qalxma hündürlüyünü hesablayın. H maksimal soruşur. H maksimal bərabər olacaq. Deməli, H maksimalla biz tam enerjini tapa bilərik. Y tam bərabərdir. MJ böyük H maksimaldır da. O da bərabər olar. Bax, 10 metr hündürlükdə potensial enerjisi M vurulsun J10, H10 belədir. Kinetik enerjisi də ki, bundan 2 dəfə çox olduğu üçün M vurulsun 200'dür. İkisinin cəmi də tam enerjini verəcək bizə. İndi baxın, deməli, J-ni buradan ixtisara aparıram. Hər tərəfdə var. M-ləri də ixtisara aparıram. O da hər tərəfdə var. Onda H maksimum bərabər olacaq 10 üstəgəl 20 eləyəcək 30. 30 metr. Kütləsi M, tərəflərinin uzunluqları AB olan paraleliped formalı bir cins cismə üfüqi istiqamətdə hansı minimal qüvvə təsir etmək lazımdır ki, o nöqtəsi ətrafında fırlanaraq aşsın. Deməli, kütlə mərkəzindən biz MJ-mizi yerləşdiririk. MJ-nin buradan olan məsafəsi, yəni MJ-nin qolu olacaqdır. A ilə paraleldə də A bölü 2-yə bərabər olacaq. F-in dayaqdan məsafəsi isə B ilə paraleldə B-yə bərabər olacaq. Yəni F vurulsun B bərabər olacaq. MJ-A bölünsün 2. Buradan da F-i tapa bilərik momentlər qaydasına əsasən. Deməli, qüvvə vurulsun qüvvənin qolu bərabərdir. F qüvvəsi vurulsun F qüvvəsinin qolu. Belə. F də bərabər olacaq. MJ-A bölünsün 2B. Hər birinin kütləsi 10 kq, tərəflərinin uzunluqları 10 cm, 20 cm olan 2 eyni cür bir cins cismi şəkil 1-dəki vəziyyətdən şəkil 2-dəki vəziyyətə gətirmək üçün minimum nə qədər iş görmək lazımdır. Deməli, birincisini tutaq ki, bu formaya gətirmişik. İkincisini də gətirib onun üzərinə qoymuşuq. Deməli, birincinin bax, hündürlüyünə baxsaq, A-nın yarısı 5 cm edir. Kütləsi də 10 kq-da. Potensial enerjisini hesablayaq. M5-dir. Kütləsi 10 kq-da. J 10-dur. H-daki 5-dir. Bu eləyəcək 500. Sonra buradakı potensial enerjisini hesablayaq. B-nin yarısı olacaq. Yəni 20-nin yarısı eləyir 10 hündürlüyü. İkinci halda. Deməli, ikinci halda kütlə 10'dur, J də 10'dur, H da 10'dur. İkinci halda kütlə 10'dur, J də 10'dur, H da 10'dur. Bu da eləyəcək 1000. Deməli, 1000'dir artıq potensial enerji. Dəyişməsi 500'dür də. Əvvəl 500 idi, sonra 1000 oldu. Dəyişməsi bu qədərdir. Görülən iş də əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Deməli, bunu götürürük. İndi cisimlərdən birisinin əvvəl potensial enerjisi bu qədər idi. Yəni ki, kütlə 10, J 10,
Hündürlük də bax A-nın yarısı. A 10-dursa yarısı 5. Aha, əvvəl 500 oldu. Sonra isə buradan durur gəlir, bura qoyulur. İndi artıq bax kütlə mərkəzindən bura qədər məsafəyə baxsaq, deməli bura 20-dir. Bura 10-dursa yarısı da 5-dir. Aha, artıq 25 santimetrdir hündürlüyü. M10, J'də 10, H-ın yerinə 25 yazırıq. Bu da olur 2500. Dəyişməsi 2000 joule. Belə. Yəni ümumilikdə 2000 burada, 500 də burada. 2500. 2500. Aha, mən çox 2-dən 0-ı niyə çox aldım? Aha, santimetr metrə çevirməmişəm deyə 2-0 çox aldım. Cavab 25 verəcək. Deməli biz birinci bunun əvvəl potensial enerjisini və sonraki potensial enerjisini tapıb dəyişməsini tapdıq. Sonra da bunu da gətirib qoyublar bura. Və bunun potensial enerjisini burada və burada tapdıq. Fərqlərini tapırıq. İş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabər. Yerin səthində sərbəst düşmə təcili J'dir. Orta sıxlığı yerin orta sıxlığından x dəfə, radiusu yerin radiusundan y dəfə böyük olan planetin səthindəki sərbəst düşmə təcilini tapın. Aha. J'nin düsturu J'm bölünsün R kvadratıdır. Sıxlıqdan danışırsa m'in yerinə ρv yazmalıyıq. Aha. Sonra radiusdan da danışırsa, həcmində içində radius var da 3/4 pi r kubu yazaq. Bölünsün R kvadratı. Onda belə olacaq. J, rho, 3/4 pi r. Bunlar ixtisar gedəcək. Belə qalacaq. Yəni rhodan da R-dən də düz mütənasib asılıdır. Ona görə də əgər x dəfə, y dəfə böyük. Həm rho, həm də ki R-i artırıblar. Ona görə x, y, j olar da. Çünki ikisi ilə də düz asılı. Yəni düsturumuz belə olur. 3/4 pi j rho r. Şəkildə göstərilmiş sistemdə blokların kütləsi nəzərə alınmır. Sürtünməz hərəkət edirlər. 6 Newton qüvvə tətbiq olunub. Burada 6 düşəcək. Eyni ipdə eyni gərilmə olur. Burada 6 düşəcək. Bura düşəcək 12. Kütləsi 1 kiloqramdırsa ağırlığı mj-dən tapacaq 10 Newton. Təcili də olacaq. 12 çıxılsın 10 əvəzləyici qüvvədir. 2 Newton. A da bərabər olur. F əvəzləyici bölünsün M. Yəni 2-ni böləcəyik kütləsi 1-ə. O da necə? 2. Təcilini tapırıq 2. Aha. Maye sütunun ümumi hündürlüyü H-dır. A nöqtəsindəki hidrostatik təzyiq hansı ifadə ilə təyin olunur? 6 bölgü var. Deməli, bir bölgünün qiyməti H/6-dır. A nöqtəsində. A nöqtəsində bu qədər ρ2 var. Üzərində gəlin onun təzyiqini tapaq. P2-ni. ρ2, J, H-dakı nə qədərdir? 1, 2, 3. 3 vur H/6. Bu da eləyəcək. ρ2, J, H/3-dən 6-nı ixtisar eləsəm belə alacam. İndi P1-i tapaq. P1 də ki, budur. Aha. A nöqtəsinin üzərində ρ1, J, hündürlüyü də ki 2-dir. 2 vur H/6. P1 bərabər olacaq. Deməli, ρ1, J, H/3 ixtisar gedir. 3 qalır. Bəli, belə. Yəni, bu ikisinin cəmi olmalıdır. ρ2, J, H/2, ρ1, J, H/3 deyəsən budur. ρ2, J, H/2, ρ1, J, H/3 ikisinin cəmi. Deməli, kütləsi 20 kiloqram, uzunluğu 1 metr olan bir cinsdir. Aha, uzunluğu 1 metrdirsə, düz ortasından kütləsini qoyuram, ağırlığını qoyuram 200 Newton. Bura qalacaq 1 metrin, 1 metr 100 santimetrdir. Bura qalacaq 50 santimetr. Bu birisi tərəfə də qalacaq 50 santimetr. Tən ortadan. M də 30 kiloqramdırsa, ağırlığı olacaq 300 Newton. Üfüqi vəziyyətdə tarazlıqda qalması üçün dayaq tilin sol ucundan hansı məsafədə yerləşməlidir? Yəni ki, bu qolu soruşur da bizdən. Aha. 300 vurulsun x bərabər olacaq. Deməli, 200 vur. Fikir verin, buradan bura qədər 50-dir. Bura x-dırsa, onda bura qalacaq 50 çıx x.
50 çıx x. 5x bərabər olar 100-ə, x də bərabər olar 20-yə. Sıxlıqları ρ1, ρ2 olan bir-birinə qarışmayan mayələrin sərhəddində üzən cismin həcminin 25% böyük sıxlıqlı mayenin daxilində. Sıxlığı az olan aşağıda olur. Bu 1000 olsun. Bu birisi 600 olsun. 25% böyük sıxlıqlı mayenin 100-dən 25-i, yəni 4-dən biri böyük sıxlıqlı mayenin içərisindədir. Aha. Cismin sıxlığını tapın. Deməli, cismin kütləsini bilmir. Üzən cisim dediyinə görə cismin ağırlığı onların Arximedlərinin cəminə bərabər olmalıdır. Çünki burada və burada Arximed qüvvəsi təsir göstərir. 2 dənə fərqli maye var. ρ1, J. Deməli, V batan 1, üstəgəl ρ2, J, V batan 2. İkisinin cəmi MJ-yə bərabər olmalıdır. J'lər burada ixtisar getsin. M-in də yerinə ρV yazaq. Rho cisim, V cisim bərabərdir. ρ1 vur. Birincidə elə bil ki, böyük sıxlıqlı mayeyə əgər 4də 1-i batırsa, o birisinə də 4də 3-ü batacaq da. Belə. Yəni ρ1 vurulsun 4də 3V, üstəgəl ρ2 vurulsun 4də 1V. Aha, V'lər də onda ixtisar gedəcək. Rho cisim də bərabər olacaq 4də 3, ρ1 600'dür. ρ2 də 1000'dir. Ona da 4də 1 hissəsi batır. Özü deyir ki, cismin %25% böyük sıxlıqlı mayenin daxilindədir. Yəni 100%-dən 25-i 4-dən 1 eləyir. Rho cisim də bərabər olacaq 450 üstəgəl 250. O da eləyəcək 700. Faydalı gücü 1000 watt olan su qızdırıcısına başlanğıc temperaturu T1 bərabər 25 dərəcə Selsi olan 4 litr su doldurulub. Qızdırıcı işə salındıqdan nə qədər müddət sonra zamanı soruşur. Nə qədər müddət sonra su qaynamağa başlayır. Qaynayırsa T2 100 dərəcə Selsi olasıdır. Belə. Deməli, faydalı iş A faydalı bərabər olacaq. P faydalı vurulsun T zaman. Aha, belə. İndi həm də bu suyun qaynamağına sərf olunur da. Yəni ki, Cm delta T yazmalıyıq. Cm delta T bərabər olacaq. P faydalı vurulsun T zaman. Aha, buradakı bu delta T temperaturun dəyişməsidir. C 4200'dür. M-in yerinə ρV yazaq. Sıxlığı, suyun sıxlığını veriblər yuxarıda. Suyun sıxlığı 1000'dir. Həcmi 4'dür. Litri metrin kubuna çevirmək üçün 10⁻³ vururam. Deməli, C, ρ, V, bir də qaldı delta T. Delta T də ki, 100-dən 25-i çıxırıq. Qalır 75 dərəcə Selsi. Bərabərdir. P faydalı 1000 T. Aha, bunu həll eləmək lazımdır. Düsturumuz belə olur. Cm delta T bərabərdir. P faydalı vurulsun T. Bu T zamandır. C, M-in də yerinə ρV yazırsınız. Aha, belədir. Deməli, buradan T-ni tapırıq 1260. Amma mən saniyə ilə almışam. Cavabı dəqiqə ilə istəyir. 1260 bir dəqiqə 60 saniyədir. 60-a böləndə olacaq 21. Normal atmosfer təzyiqində X termometr şkalasına görə suyun donma və qaynama temperaturları uyğun olaraq 20 dərəcə X və 160 dərəcə X-dir. Deməli, suyun donma temperaturu 0 dərəcə Selsi, qaynama temperaturu isə 100 dərəcə Selsidir. X termometr şkalasında suyun donma temperaturu 20 dərəcə X-dir. Qaynama temperaturu 160 dərəcə X. Deməli, bunların fərqinə baxsaq, deməli, Selsi bölünsün 100 bərabər olacaq. 160-dan 20-ni çıxanda qalır 140. Burada X çıx, elə bil ki, bunun 0-ı bunun 20-sinə uyğun gəlib də 20 qabaqdadır. X minus 20. Aha.
İndi havanın temperaturu 25-dirsə, 25 bölü 100 bərabər olacaq. X çıx 20 bölü 140. Bu da 4'də 1 eləyir. 140 bərabər olacaq 4x minus 80. 4x bərabər olacaq 220. X də bərabərdir 55. Şaquli yuxarı hərəkət edən lift deyir. Aha, deməli lift şaquli yuxarı hərəkət edir. Yeyinləşən isə birinci halda deməli təcil yuxarıda. Burada bərabər sürətli olduğu üçün ikinci halda təcil sıfırdır. Üçüncü halda isə lift yuxarı hərəkət edir, amma yavaşlayan hərəkətdir. Onda deməli ki, təcil aşağı yönəlmişdir. Aha. Deməli, birincidə 3 böl 2. A bərabərdir V böl T. 1,5'dir təcil. Burada isə yenə 6 ilə 8'in arasında 2 saniyə keçir. Yenə də 1,5 təcil qiymətçi. 90 kiloqram kütləli adamın minimal təzyiq qüvvəsini hesablayın. Aha. Burada 90 vurulsun. J 10'dur. Üstə gəl 1,5'dir. Burada elə 90 vurulsun sadəcə 10'dur. MJ-yə bərabərdir. Burada isə 90 vurulsun 10 minus 1,5'dir. Yəni J minus A-dır. P bərabər M J plus minus A üsturumuz var. Yuxarı yönəlmiş təcildə plus, aşağı yönəlmiş təcildə minus. 90. Bu da bizdə verəcək 765. Minimalı budur. Radiusu veriblər. A və B nöqtələr arasında 0,1 saniyəyə qət edib. Deməli 45 dərəcəni 0,1 saniyədə gedir. Onda 360 dərəcəni bütün, yəni çevrəni nə qədər vaxta gedər? Period müddətinə gedər. O da bərabər olacaq 360 vur 0,1 bölünsün 45. Periodu olacaq 0,8. Tezlikdə periodun tərsidir. 1 böl 0,8, yəni ki 8'də 10. 1 tam %25. Şaquli yuxarı atılmış cismin başlanğıc sürəti n dəfə artarsa, onun maksimal qalxma yüksəkliyi neçə dəfə artar? Aha. Yazıb ki, məsələlərin şərtində xüsusi qeyd yoxdursa, havanın müqaviməti nəzərə alınmır. Hə, onda artıq Hmax bərabər olur V0'ın kvadratı bölünsün 2J. Yəni n dəfə artıbsa, onun kvadratı dəfə artacaq. Oyuncaq tapancanın 5 qram kütləli mərmisi sıxılmış yayın təsiri ilə hərəkətə gəlir. Aha. Sıxılmış yayın potensial enerjisi olacaq kx kvadratı bölü 2. Çıxış sürəti 5'dir. Yayın sərtliyini tap. Çevrilir cismin kinetik enerjisi mv kvadratı bölü 2'yə. Yayın potensialı çevrilir cismin kinetikine. Bunlar gedir. Məndən K-nı istəyir. K bərabər olacaq. Düstur necə olar? MV kvadratı bölünsün X-in kvadratı. Aha. M neçədir? 5 qram. 10 üstü mənfi 3 kilograma çevirin. Sürət 5'dir. Kvadratı bölünsün X kvadratı. Santimetrlə veriblər. 5 vur 10 üstü mənfi 2'nin kvadratı yazmalıyıq. Yəni ki 5'in kvadratı 10 üstü mənfi 4 yazmalıyıq. Bunlar geçsinlər. Bu da qalxsın yuxarı olsun 50. Y variantı. Potensial kinetikə çevrilir. Yayın potensialı cismin kinetikinə çevrilir. Yəni cismə sürət verən